çəkilişə icazə verməsələr də tez bir şəkildə yerlərini almağa çalışırlar. Qarşılama mərasiminə bir neçə saat qalmasına baxmayaraq, yerli hərbçilər fərağat vəziyyətindədirlər. Zaman daraldıqca hər kəs yerini almağa tələsir. Lakin protokol işçiləri Azərbaycanlı media nümayəndələrini əraziyə buraxmağa tələsmirlər. Hər şey ətraflı şəkildə yoxlanılmalı. Bütün sənədlər qaydasında olmalıdır. Hərbçilər kimi protokol işçiləri də kameranın obyektivinə tuş gəlmək istəmirlər. Nəhayət, qarşılama mərasiminin baş tutacağı Tiananmen, yəni Böyük Xalq Sarayına daxil ola bilirik. Azərbaycan bayrağının da dalğalandığı Pekinin mərkəzində yerləşən Tiananmen meydanı artıq demək olar bütün hazırlıqları başa çatdırıb və məhz bir neçə dəqiqədən sonra Azərbaycan və Çinin liderləri bura təşrif buyuracaqlar və bununla da proses başlayacaq. Qeyd edeyim ki, liderlər bu qırmızı xalı üzərindən hərəkət eləyəcəklər və məhz bu əraziyə gələcəklər. Meydanın digər tərəfində fəxri qaravul üzvləri son təlimatları yerinə yetirirlər. Hazırda fəxri qaravul meydana təşrif buyurub. Komanda ilə və bir neçə dəqiqədən sonra artıq proses başlayacaq. Qadınlardan ibarət fəxri qaravul üzvlərini də görürük və o qədər dayanıblar ki, biz bəlkə də xət çəksək, o xət əyilməz. Necə disiplinli və düz şəkildə dayandıqlarını görürsünüz hazırda. Sanki manikendilər və tərpənmirlər, demək olar heç nəfəs də almırlar. Artıq Azərbaycanın nümayəndə heyəti də meydanda görünür. Prezidentin köməkçisi Hikmət Hacıyev ətrafda baş verənləri telefonunun yaddaşına həkk edir. Ölkə lideri Xi Jinping isə pilləkənlərdən həyat yoldaşı ilə birlikdə enir. Nəhayət gözlənilən an yetişdi. Xi Jinping Cənubi Qafqazdan gələn ali qonağını qarşılayır.